Bina 49-un liftində birinci mərtəbənin knopkası işləmir. 2-yə düşür. Bir də səs əmələ gəlib. Sürtür də hardasa. Hələ yuxarı qalxanda lap bilmir. Stansiya Sumqayıt Şəfəq qəsəbəsinin vəziyyəti. Yolları bərbad günündə. Buraları opşu yada salan yoxdur. Padvallar su içində. Padvallar su içində. Yollar bu vəziyyətdə. Yəni ot basmış vəziyyətdə. Padvallar su, liftlər xarab. Amma baxan yoxdur. Nəzarət edən yoxdur. Bir də imkan daxilində boş-boş insanlar yığıb, yəni siz ya icra hakimiyyəti deyilsiniz, ya icranın nümayəndəsi deyilsiniz. Elə bu hər kəsə aiddir. Başda elə bəzi qazilərə, bir də şəhid əlilərə ki, yığıb deməsinlər ki, niyə çəkib paylaşırsan, niyə çəkib paylaşmayım axı. Burada dediyimiz kimi Şəfəq qəsəbəsidir, şəhid ailələr, qazilər yaşayır. Amma bu vəziyyətdə yaşamamalıdır. Asfaltlar çökür, hələ körpünün girişi çökür, amma baxan yox. Aidiyyatı üzrə qurumlar kimdirsə, bura bir nəzarət eləsin. Burada insanlar yaşayır. Aidiyyatı üzrə qurumlar, qazilər, şəhid ailələri yox, bəziləri.